Bərdədə külli miqdarda dələduzluq iddiası ilə bağlı redaksiyamıza müraciət daxil olub. Vətəndaş Ülviyə Əliyeva bildirir ki, Bərdə rayonunda yaşayan Abbasov Əli Ağaoğlu tərəfindən ona məxsus 152 min manat məbləğində pul vəsaiti etibardan sui-istifadə yolu ilə mənimsənilib. Şikayətçinin sözlərinə görə, tərəflər arasında ilkin tanışlıq Bərdə şəhərində mebel alışı zamanı baş verib. Daha sonra qarşı tərəf özünü və atasını tanınmış Seyid ailəsinə mənsub şəxslər kimi təqdim edərək etimad qazanıb. İddia olunur ki, Abbasov Əli Ağaoğlu güya heyvandarlıq sahəsində fəaliyyət göstərdiklərini və biznes ortaqlığı qurmaq niyyətində olduqlarını bildirərək, ferma açılması üçün şəriklik təklifi irəli sürüb. Məhz bu vədlərdən sonra Ülviyə Əliyeva ümumilikdə 152 min manat məbləğində pul vəsaitini qarşı tərəfə təqdim edib. Şikayətçi bildirir ki, həmin vəsaitin bir hissəsi bank kreditləri hesabına, digər hissəsi isə ona məxsus yaşayış evinin satılması yolu ilə əldə olunub. Pul vəsaiti təxminən 16 ay ərzində hissə-hissə verilib. Lakin bu müddət ərzində tərəflər arasında heç bir rəsmi şəriklik müqaviləsi bağlanmayıb və hüquqi biznes fəaliyyəti təsdiqlənməyib. Pulun geri qaytarılması tələb edildikdə isə qarşı tərəf heyvanların tələf olduğunu, təsərrüfatın zərərə düşdüyünü və vəsaitin artıq mövcud olmadığını bildirib. Şikayətçi isə həmin dövrdə qarşı tərəfin qardaşının toy mərasiminin keçirildiyini və şəxsi yaşayış evinin əsaslı təmir edildiyini əsas gətirərək, pulun təyinatından kənar xərcləndiyini iddia edir. Məsələ ilə bağlı şikayətçi hüquq mühafizə orqanlarına müraciət edib. Hazırda iş üzrə pul köçürmələrini təsdiqləyən sübutların, yazışmaların, eləcə də video və audio materialların mövcud olduğu bildirilir. Redaksiyamız növbəti materiallarda həmin sübutları ictimaiyyətə təqdim edəcək. Qarşı tərəfin mövqeyini dinləməyə və rəsmi açıqlamasını dərc etməyə hazırıq.